Herkese salam, hər vaxtınız xeyir olsun. Kanalda da söz verdiyim kimi minimum 50 bəyəni gələrsə sizin üçün, yəni əsasən kripto, Bitcoin sevənlər üçün yararlı bir indikator paylaşacağıma dair söz vermişdim. Düzü tam 50 bəyəni gəlmədi, amma yenə də problem yoxdur. Deməli dostlar, mən sizə bir ədəd indikator paylaşacağımı demişdim. Amma bu videoda bonus olaraq 2 ədəd, ikinci bir indikator da paylaşacağım. Deməli, nə edirik? Daxil oluruq bu sayta velo.xyz. Daxil olduqdan sonra bizi belə bir pəncərə qarşılayıb. Burada Open Up daxil oluruq. Daha sonra baxın, burada solda 3 nöqtə var. Bura daxil olub chart bölümünü seçirik. Yenə deyirəm, burada yalnızca kriptovalyutalara baxmaq olur bu qrafikdə. Burada sağda istədiyiniz bir kripto qrafikinə baxa bilərsiniz. Dediyim kimi, ancaq kriptovalyutalardır. Deməli, sizlərə göstərmək istədiyim indikator hansıdır? İlk öncə baxın, burada yuxarıda indicators bölümü var. Bura daxil oluruq. Burada Velo Liquidations bu indikatoru seçirik. Deməli, indikatorun mövzusu nədir? İşləmə prinsipi nədir? Yəni, bizim nəyimizə lazımdır? İndikator bizə qrafikdə baş verən likvidasiya nöqtələrini göstərir. Bilməm, bilirsiniz yoxsa yox. Likvidasiya, yəni insanların çoxlu sayda pullarını itirdiyi nöqtələrdir. İlk öncə bunu çalışın günlük qrafikə qoyun. Mən hal-hazırda 1 saatlıqdadır. Bunu günlük qrafikdə baxın. Mən sizə bir neçə nümunə göstərəcəm. Deməli, indikatorumuzu burada aşağıda açdıq. Hər şey okeydir. Deməli, burada nə baş verir? Burada nə baş verir? Məsəl üçün, bir dəqiqə. Aha. Məsəl üçün, baxın, bu hissədə, baxın, bu şamda, diqqətlə baxın, 7 aprel 2025-ci il. Burada çox güclü likvidasiyalar olub. Baxın, yəni, likvidasiyanın həcmini görürsünüz burada. Burada yaşıl longçuların lig olduğunu göstərir bu yuxarıdakı şam. Qırmızı isə short açanların lig olduğunu göstərir. Və onu da deyim ki, bu indikator bizim nəyimizə kömək ola bilər? Məsəl üçün, burada görürük ki, güclü dərəcədə yəni likvidasiyalar olub. Bu likvidasiyalar olduqdan sonra 7 aprel 2025. Bundan sonra market yüksəlməyə başlayıb. Yəni, görürsünüz də, baxın, burada həcmi görürsünüz, likvidasiya həcmini. Ondan sonra, təbii ki, bir şey bilin ki, yəni 100% işləyən bir şey yoxdur bu sahədə. Yəni, bunu hər zaman ağlınızda saxlayın. Məsəl üçün, baxın, bu tarixdə də deməli, baxın, bu şam 5 avqust 2024-cü il. Bu tarixdə də güclü likvidasiya olub. Əsasən, baxın, burada aşağıda göstərir. Burada qırmızı şam balası, yəni həmin bu gün 5 avqust 2024-cü il tarixində short açan treyderlərin daha çoxusu lig olub. Düz longçularda lig olub, söhbəti yox, amma daha çox bu hissədə shortçular lig olub. Baxın, bunu göstərir və yenə də burada, bax, lig olandan sonra bir neçə gün, baxın, necə qalxış gəlib. Ondan sonra, baxın, məsəl üçün, burada da, bu şamda 5 iyul 2024. Təsadüfə bax ki, aralarında tam-tamına bir ay fərq var. Burada da 5 avqust, burada da 5 iyul, neysə. Baxın, burada da güclü şam bizə göstərir, güclü likvidasiyalar olub, yəni insanların pulu əriyib gedib, belə deyək. Ondan sonra market baxın necə qalxışa keçib, yəni açdığım qrafik günlük qrafikdir. Ondan sonra, məsəl üçün, bayaq dediyim kimi 100% hissən yoxdur. Burada da məsəl üçün güclü likvidasiyalar olub, amma market hələ də düşməyə davam edir. Baxın, hələ burada qiymət də qırılıb, hələ yenə də aşağı gedir. Ondan sonra baxım, yenə də tapa bilirəmmi? Aha, baxın, burada da var. Deməli, 17 avqust 2023-cü il. Burada da güclü likvidasiya olub. Baxın, bu şamda görürük biz aşağıda. Burada daha çox short açan treyderlərin əməliyyatları, daha çox shortçular lig olub. Longçular bir o qədər lig olmayıb. Və güclü likvidasiya olduqdan sonra baxın, market yenə də necə qalxmağa başlayıb. Baxın burada. Yəni,
Bu indikator bizə nəyi göstərir? Onu göstərir ki, yəni harada likvidasiyalar çox olduqdan sonra market o likvidasiyaları partlatdıqdan sonra eee, əksinə hərəkət eləməyi xoşlayır əksər hallarda. Yenə deyirəm, 100% bir strategiya yoxdur bu bazarda təbii ki. Amma mən deyərdim ki, öz təcrübələrimə, praktikama əsasən bu indikatorun hardasa bir 65-70% belə deyək də win rate var. Yəni göstəricisi var. Məsəl üçün bir neçə gündə bir dəqiqə tapım bunu. Baxın, bir neçə gün bundan əvvəl 10 oktyabr tarixində də çox güclü likvidasiyalar oldu. Hətta bu rekord idi. Belə bir likvidasiya olmamışdı hələ indiyənə qədər. Likvidasiya alındıqdan sonra, yəni pullar əriyəndən sonra market treyderlərin pullarını əllərindən aldıqdan sonra burada məsəl üçün bir o qədər yüksəliş olmayıb. Hal-hazırda da bazar düşür. Yəni dediyim kimi bu indikatoru geri dönüş indikatoru kimi istifadə eləyə bilərsiniz. Məncə yəni pis bir indikator deyil. Məsəl üçün bax onu demək istəyirəm. Bax burada da çox güclü likvidasiya olub, görürsüz həcmi. Çox böyük sayda bir likvidasiya baş verib, amma market dönməyib burdan. İkinci bir indikator da sizə göstərmək istəyirəm. Yenə də daxil oluruq burada indicators bölümünə. Buradan aggregated spot volume indikatorunu seçirik. Bu indikatorun da indi işləmə prinsipinin nə işə yarayacağını sizə izah etməyə çalışacağam. Bu indikator bizə indi hal-hazırda açdığım qrafik Bitcoin-in qrafikidir. Onu da deyim sizə. Baxın, bir saniyə. Hə, bu indikator bizə neçə ədəd qiymətini demirəm, amma neçə ədəd Bitcoin alındığını bizə göstərən indikatordur. Yəni spotda belə deyək də, spot tərəfində neçə ədəd məsəl üçün. Bax bu şəma qoyuram 7 aprel 2025-ci il. Görürsüz necə həcmli göstərici var burada. Baxın, burada çox güclü Bitcoin alıb. Tam-tamına sol tərəfdə baxa bilərsiniz. İndi sonra tam apara bilmirəm. Baxın, bu hissədə. Bu hissədə rəqəmlə bizə göstərir ki, 157 min ədəd Bitcoin alınıb. Məsəl üçün, bu bir neçə gün bundan əvvəl olan düşüşdə də həmçinin, baxın, bu şamı görürsünüz, 136 min ədəd Bitcoin alınıb bu düşüş günü. Həmçinin 5 avqust 2024-cü il tarixində, baxın, burada da çox güclü Bitcoin alınıb spot tərəfində. 221 min ədəd Bitcoin alınıb. Yəni, bu nə deməkdir? Yəni, belə deyək də, bir siqnal kimi sizə kömək ola bilər ki, məsəl üçün, bu 5 avqust tarixində siz, məsəl üçün deyirəm, burada həmçinin bizim burada güclü likvidasiyamız da olub, bayaq göstərdim. Burada. Onunla bərabər həmçinin treyderlər, yəni yatırımçılar 221 min ədəd Bitcoin də alıb. Yəni, bu da bəzi treyderlərə çox kömək ola bilər həddindən artıq. Yəni, biləsiniz də, məsəl üçün, gedib bu şama baxsaz, 11 yanvar 2025-ci il. Burada elə də güclü Bitcoin alınmayıb. Cəmi cümlətanı 24 min Bitcoin alınıb. Baxın, görürsünüz, hamısı sol tərəfdə, baxın, bu hissədə göstərir şamın üstünə qoyanda. Yəni, dediyim kimi, dostlar, bu indikator sırf kriptovalyutalar üçündür. Məsəl üçün, burada istədiyiniz bir kriptovalyutanı girib, necə mən Bitcoin-i belə analiz elədim. Seçib baxa bilərsiniz. Məsəl üçün, buradan seçək, məsəl üçün, SNX. Aha, burada da məsəl üçün, görürsünüz, likvidasiya vaxtını göstərir, həcmini göstərir. Burada da məsəl üçün, 10 oktyabr tarixində güclü likvidasiyalar olub, insanların pulları əriyib. Amma məsəl üçün, bu hansı tarixdir? 13 oktyabr tarixində də spot tərəfində bu coin-i alıb treyderlər. Bu qədər dostlar, göstərəcəyim indikatorlar bunlar idi. İnşallah ümid edirəm ki, bəzilərinin işinə yarayacaq. Yəni, məncə pis bir indikator deyil. Məsəl üçün, olur, bəzi düşüşlər olur, ya qalxışlar. Əsasən düşüşlərdə də, yəni bilmək istəyirsiniz ki, marketdə nə baş verir, treyderlər nə edir, alırlar, məsəl üçün, hər hansı bir coin-i, yoxsa alış yoxdur, hələ gözləmək lazımdır. Yəni, burada belə deyək də, bu həcmlər, bu indikatorlar sizə nə baş verdiyini göstərir. Yəni deyirəm, 100%-lik bir şey anlayış yoxdur onsuz da.
Amma dediyim kimi bir 60%, 70% bu indikatorlar sizə hədsiz dərəcədə kömək ola bilər. Dostlar, video bu qədər idi. Kiminsə əlavə nəsə sözü, sualı olsa, kommentariya bölümündə yaza bilər. Zəhmət olmasa videoyu bəyənməyi unutmayın. Sağ olun, var olun.